Bu günləri yorumlarda bir çox sual gəlir. Sual bundan ibarətdir ki, ay usta bizim qapı rezinində su qalır. Onu necə təmizləyək? Su niyə qalır? Bəli, mən bunu sizə bu gün deyirəm. Diqqətlə baxın. Əgər paltar yuyanınızın qapı rezinində yuyulub qurtarandan sonra bu arada bax burada su qalırsa, görürsüz su qalır, düzdür? Bu arada. Burada su qalmağın bir dənə səbəbi var. Yəni ki, paltar yuyanınızın burada rezinin 3 dənə deşiyi var. Onlar bura yığılan suyu içəri ötürməlidir, keçsin içəri. Sən də bu rezinlərin deşikləri bağlanır. Onun üçün belə ayarlayırsınız. Görürsünüz bu rezin deşikləri. Bura qulaq çöpü ilə, çöplə yox ha, qulaq çöpü ilə. Çünki qulaq çöpü deşməyən bir şeydir, amma diş çöpü deşən bir şeydir. Salarsan deşər. Qulaq çöpünü salarsan bu deşiyə çıxardırsan. Qulaq çöpünü salarsan bu deşiyə çıxardırsan 3 dənə. Biraz da təmizləyirsən, sənin burada suyun qalmayacaq artıq. Bax, bu maarifləndirici videoya görə siz mənə bir dənə heç olmasa sağ ol yazsanız bəs edir. Təmirlə bağlı kiminlə sual var yaza bilər. Buyurun zəng edin. 724 nömrəm işləyir. 15 il təcrübəli usta. Nə olsa həll olunur. Düzəlməyən paltar yuyan yoxdur. Tək ki siz düzəltdirin və normal ustaya düzəltdirin. Çox mənə müraciətlər gəlir. Ay usta çağırdım filan bəhmən problem oldu. İndi sizə çağırıram. Siz niyə onları çağırırsınız ki? Elə birincidən bizi çağırın. Biz gələk düzəldəyəndə. Buyurun zəng edin. Nömrəm səhifədə var. Düzəlməyən paltar yuyan yoxdur. Hər şey düzəlir.